Salam dostlar, bugün sizə soğanda boz boğaz çürüməsi törədən Botrytis alli göbələyi haqqında məlumat verəcəm. Bunun səbəbləri haqqında, göbələyin mikroskopik görüntüləri, mübarizə tədbirləri, xəstəliyin əlamətləri, rəngləri və mübarizə üsullarını detallı şəkildə göstərəcəm irəlilədiyimiz dəqiqələrdə. Deməli, bu əsasən saxlanma və ya düzgün daşınmama səbəbindən yaranan problemlərdən biridir. Soğan qatlarında özünü belə deyək göstərir. Bir çox patogenlər kimi bu da soğan qatlarından mexaniki və ya xüsusi enzimlərdən istifadə edərək deşir, daxil olur soğana. Xüsusən də məhsul yığımı zamanı kəsilmiş və tam qurumamış hissələrdən daxil olur. İnkişaf dövrü infeksiya çox vaxt tarlada başlayır. Külək və yağış köməyi ilə sporlar yayılır. Özünü ambarda məhsul saxlanılarkən göstərir. Gördüyünüz kimi en kəsiyini kəsirəm soğanın aydın şəkildə görünür. Bunun yəni əlamətləri boyun hissədən yumuşalmadır. Ləkəli yumuşaq, gördüyünüz kimi əzilib, yumuşaq toxuma şəklində görünür. Rəngi də ki, qəhvəyi, sarı, qatlar daxilində irəliləyir. Mübarizə tədbirləri bu xəstəlik ambarda ortaya çıxdığı üçün əsasən mübarizə yığımı düzgün etmək və tarlada qoruyucu tədbirlər görməkdən ibarətdir. Növbəli əkin etmək lazımdır. Növbəli əkin, yəni eyni tarlada ardıcıl olaraq soğan və sarımsaq əkilməməlidir. 3-4 il fasilə verilməlidir ki, göbələyin sporları illərlə canlı qala bilər. Balanslı gübrələmə, həddindən artıq azotlu gübrələmə istifadəsindən qaçınmaq lazımdır. Çünki bu soğanın boyun hissəsinin qalın və ya sulu olmasına gətirib çıxarır. Bu da qurumanı ləngidir, infeksiya riskini azaldır. Düzgün suvarma faktoru. Yığıma ən azı 2-3 həftə qalmış suvarmanı dayandırmaq lazımdır. Düzgün yığım və qurudulma faktoru. Soğanı tarlada boyun hissəsini daralmasını gözləmək, yığımdan sonra soğanları quru və ya yaxşı havalandırılan yerdə boyun hissələri bağlana və quruyana qədər saxlanmalıdır. Yaş, nəm, soğan ambara yığmaq olmaz. Bir də ambar şəraitində saxlamaya fikir vermək lazımdır. Soğanlar ambara yığıldıqdan sonra yaxşı havalandırılmalı, rütubəti aşağı səviyyədə saxlanmalı, temperaturu -2 və -8 dərəcə arasında saxlanmalıdır. Fungisid istifadəsinə gəldikdə isə kimyəvi mübarizə belə deyək nəzərdə tutulur. Tarlada ikən yetişmə dövrünün sonuna yaxın qabaqlayıcı tədbir kimi istifadə edilə bilər. Amma gördüyünüz kimi ambarda çürümə başlayandan sonra dərmanlar təsir eləmir. Əgər sirayətlənmiş belə soğanlar varsa sizin də ambarınızda, bunları yığın, kənarlaşdırın ki, digər soğanlara keçməsin. İndi isə sizə mikroskop altında Botrytis alli göbələyinin sporunu göstərəcəm.